Xanım Ayşədən söz düşdü. Qısa lakonik bir dənə. Xanım Ayşə yoxsa möminlərin anası? Qardaş, yox, xanım Ayşə. Çünki Quranda Allah Hesab surəsi 6-da deyir ki, möminlərin anası da peyğəmbərin zövcələri. Peyğəmbər sallallahu əleyhi və səlləm namusu bizim gözümüzün Qardaş başa düşdüm. Yəni Ayşə sizin ananızdır yoxsa yox? Yox, mənim anam xanım Fatimə Zəhra sallallahu əleyhi. Qardaş Quranda deyilir ki, peyğəmbərin zövcələri möminlərin analarıdır axı. İndi o ayəni haraya ataq? Yox, əstəğfurullah, niyə atırsan ki? Quran ayəsi mənim baş tacımdır. İndi Ayşə peyğəmbərin zövcəsi olub yoxsa yox? Yəni həyat yoldaşı olub yoxsa yox? Bəli, olub. Hə, Quranda da Allah deyir ki, peyğəmbərin zövcələri möminlərin analarıdır. Bildim ey qardaş, mən o ayəyə uyuram, uymuram, qəbul edirəm. Yəni Quranda ayə var. Bu bütün müsəlman üçün bu tarixin qiyamət gününə kimi orada ayə hamıya şamil olunur. Siz deyirsiniz ki, mən onu qəbul eləmirəm. Deyirsiniz Ayşəyə mən ana demirəm. Xanım Ayşə deyirəm də mən, xanım Ayşə kifayət eləmir. Yəni deyirəm ki, Quranda ayə var ki, Əhzab surəsi 6-da. Zövcələri peyğəmbərin zövcələri, möminlərin analarıdır. Qardaş, Quranda da Kövsər surəsi var da. İndi burada qardaş, indi ya sən mömin sən özünü yəni müsəlman saymırsan, ona görə ana demirsən, ya da ki, bilmirəm, daha başqa səbəb nə ola bilər ki, yəqin özünü müsəlman saymırsan. Qardaş, Allah elə deyirsə, Quranda ayə varsa, biz də uyuruq da o ayəyə. Aydın məsələdir. Aha. Sadəcə olaraq mən kimə necə müraciət eləyirəm, o mənim öz şəxsi işimdir də. Yəni ana saymırsınız? Qardaş, sən nəhvə lazım deyə mən ana sayıram. Yox, yəni ayədir də, ayəni qəbul eləmək lazımdır. O nə deməkdir qardaş? Ayəni niyə qəbul eləmirsiniz ki? Ana deyəndə nə olur ki, yəni möminlərin anasıdır da?